Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve değerli kardeş ve bacılarım, bugünkü cümle hutbemizin mevzusu sosyal şebekeler ve manevi dünyamız hakkında olacaktır. Malumunuz olduğu kimi artık biz elə bir əsirdə yaşayırıq ki, yaşadığımız dövrdə informasiya bolluğu her ne kadar çok olup el çatan olsa da bir o kadar da tehlike mənbəyinə çevrilir. Bazen elde ettiğimiz güzel bir haberin arkasıca menfi bir haberi okuyor, düşüncelerimiz, şuurlarımız, manevi dünyamız alt üst olabilir. Tabii ki her ne kadar biz bu belalardan kaçmağa ve kurtulmağa çalışsak da tabii ki bundan kaçış yolumuz yoktur. Böyle olduğu takdirde bizim etmeyimiz lazım olan en büyük korunma vasitesi Allah'a sığınmak, Allah'ı bol bol zikretmek, ona layıklı şekilde bende ve kul olmaktan geçer. Uca Rabbimiz Kur'an-ı Kerim'in bir ayesinde böyle buyurur. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu la tulhikum amvalukum ve la evladukum an zikrillah. وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَاُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ. Ey iman getirenler! Ne mal devletiniz ne de oğul uşağınız sizi Allah'ın zikrinden yayındırmasın. Herkes bunu etse beleleri esil ziyana uğrayanlardır. Rabbimizin kitabı inanan insanlara oldu ve Uca Rabbimiz buyurur ki, ey iman getirenler! Ne mal devletiniz ne de oğul uşağınız sizi Allah'ın zikrinden yayındırmasın, uzak salmasın. Böyle olduğu takdirde bu insanlar esil hakiki ziyana uğramış insanlar olar. Rabbimiz bizi Allah'ın zikrinden uzaklaştıracak amilleri gösterir ki, çok sevdiğimiz evlatlarımız, onlarla meşgul olmak, onların dünya işleriyle devamlı şekilde maraklanmak, ancak onları hatırlamak, bizi Allah'ın zikrinden uzak salabilir. Mal devletimiz, varımız, servetimiz, gece gündüz onlarla meşgul olmak bizi Allah'ın zikrinden uzak salabilir. Allah'ı hatırlamaktan gafil edebilir. Bir de düşünün ki bugün bizi Allah'ın zikrinden uzak salan ne mal devletimiz değil, ne de evlatlarımız değil, elimizde olan bir telefon, karşımızda olan bir kompüter ve onun içerisinde artık adlarını da saymaya çalışsak kifayet kadar mevcuttur ki bu sosyal şebekeler, onların içerisinde olan informasiya bolluğu ve bir növüyle desek müeyyen derin çukurlar ve bataklıklar bizi Allah'ın zikrinden hem uzak salır ve aynı zamanda da gafil edir. Ama Allah'ı hatırlayarıksa, Uca Rabbimizi zikredəriksə ve gücümüz çatdığı ölçüde bu kimi imkanlardan fürsətimizi değerlendirip göze istifade ederiksə, bataklıklara değil, Rabbimizin savabına nail olmuş olalım.
Hazreti Ali Aleyhisselam buyurur, İnne hâzihil kulûbe ev'iyetun fe hayruha ev'âhâ. Kalpler qab kimidir. En yaxşısı daha çok hakkı tutandır. İnsanın kalbi, Hazreti Ali Aleyhisselam buyurur ki, qaba bənzəyir. Bəs en yaxşı qablar hansı qablardır? O qablardır ki, o qablar hakkı tutur. O qablar hakkı zikredir. Ve uca Rabbimiz de bir hadis-i qüdsüdə buyurur ki, mənim ərşim ne yere sığar, ne de göylere sığar. Ama mümin bir kulumun kalbine sığar. Mümin bir kul sıradan varlık değil, Allah'ı zikrederse, Allah'ı hatırlayarsa, o kabı pis şeylerle değil, pis düşüncelerle değil, pis his ve duygularla değil, Allah'a ait olanı Allah'a vererse, nece İmam Cafer Sadiq Aleyhisselam buyurur ki, insanın kalbi Allah'ın haremidir, Allah'a məxsusdur. Elə isə orada Allah'tan qeyrisine yer verməyin. İmam Cafer Sadiq Aleyhisselam buyurur, min alamatil mu'mini alla yeştegilu bima la ya'ni. Müminin alametlerinden biri de ona ait olmayan, onun için ehemmiyet taşımayan işlerle meşgul olmamasıdır. Biz mümin olmağa çalışan insanlarız. Çalışırıq ki, Allah'ın bize verdiği o ismi, bizde görmek istediği o ismin nümunesini hayatımızda yaşayaq. İmam Cafer Sadiq Aleyhisselam buyurur ki, mümin olan insanın birçok nişaneleri var. Ama o birçok nişanelerden biri de nedir? Biri de ondan ibarettir ki, meleyani yani boş şeyler, ona ait olmayan şeyler, ona lazım olmayan şeyler ki, o lazım olmayan bilgiler, o lazım olmayan düşünceler, o lazım olmayan fikirler, o lazım olmayan informasiyalar ne edecek? Onun için bir yük olacak. Nece yük olacak? Kalbini katılaştıracak. Nece yük olacak? Onu Allah'tan gafil edecek. Ve böyle olduğu takdirde bazen bu sadece sosyal şebekelerde değil, ele yanımızda oturup bize lazım olmayan her hansısa bir mevzudan iş yoldaşımız, dostumuz, aile üzvlərimiz danışır. Ama halbuki ne bugün o bize lazımdı, ne sabah lazımdı, ne de növbəti gün lazım olacak. Necə ki biz üniversitet dövrlərində veya hayatımızın her hansısa hissəsində birçok kitaplar okumuşuq. Görürük ki, okuduğumuz kitaptan elə mövzular var ki, hiç ölene kadar o mövzular bizim için lazım değil. Ama fikir ağırlığıdır. Bizde o güç olarak beynimizde, düşüncemizde kalıbdır. Ve aynı zamanda da bizim yanımızda danışılan birçok söhbətlər var, birçok mövzular var. Okuduğumuz birçok haberler var ki, o okuduğumuz haberler, o eşittiğimiz söhbətlərin bizim için hiçbir ehemmiyet yok. Ama insan nəfsi, insan marağı, ehemmiyeti olmayan şeylere daha çok ehemmiyet verir. Önemi olmayan şeylere daha çok önem verir. Mövzunun yarısını danış, yarıda sakla, diyecek ki onun arkası necə oldu. Danışıp bitirdikten sonra da görürsən, ne ona xeyri var, ne danıştığı sana xeyri var. Ama bir yükdür, bir ağırlıqdır. Bu baxımdan bize lazım olmayan birçok xəbərlər ki karşımıza çıxır, birçok xəbərlər ki bize göndərirlər, birçok mövzular ki yanımızda danışılır, o kimi mövzuları müəyyən formada özümüzden uzaq tutmaq məcburiyyətindəyik. Necə ki elə yeri gəlmişkən, bunu da vurğulayım ki, cümə günlərində cümə gününün özel şövqü var. Cümə gününün özel zövqü var. Cümə günü insanlar xüsusi geyimiyle, yuyunmağıyla necə hazırlaşırsa, cümə günü mesajlaşmaq da, bayramlaşmaq da özel formada olmalıdır. Bəzən görürsən ki, bir mesaj bir 3-4 dəfə fırlanandan sonra yenidən qayıdır sənin üzə. Hazır formada şəkildir. Baxmayaraq ki, o şəkilin üzərində Quran ayəsi yazılır. Birçok insanlarımız o şəkil olduğu için yazılan ayeye belə əhəmiyyət vermədən
silə bilir. Gözəl videodur, orada gözəl söhbət var, o söhbətə qulaq asmadan onu silə bilir, əhəmiyyət vermədən, dinləmədən üstündən keçə bilir. Amma bir də baxın ki, cümə günlərində biz telefonu alaq əlimizə, standart mesajlar yazıb hər kəsə deyil, hər kəsin xarakterinə uyğun. Ya bu işi ediriksə, insanların zövqünə uyğun, insanların mənəvi durumuna uyğun bir söz, bir salam, bir səs, bir cümlə və yaxud xüsusi seçilmiş, özəl çəkilmiş bir video ki, o dostlarımıza göndərək. O yazdıqlarımız onları narahat etmək yerinə düşündürsün, oxusunlar, o günün şövqü ilə başlasınlar. Çünki söz sadə sıradan bir şey deyil. Könüldən gələn söz, qəlbdən gələn söz qəlbə xoş gəlir. Əgər sən onu hiss edərək, duyaraq, ixlas və səmimiyyətinlə o səsi hər hansısa bir qardaşına, bir müsəlmana göndərirsənsə, mümkün deyil o səsə qulaq asmasın. Mümkün deyil o səsi qulaq asıb dinləyib, o səsdən təsirlənməsin. O səsin havası ilə, mühiti ilə günün sonuna qədər gününü başa vurmasın. Muhammed və Ali Muhammedə salavat çekilir. Əziz və dəyərli qardaşlarım, Həzrət Əli əleyhissalam mübarək kəlamlarının birində buyurur ki, Əl-fursatu təmurru mərras səhəb fəntehisu furasal xayr. Fürsət bulut kimi ötüb keçir. Elə isə xeyir fürsətlərini qənimət bilin. Necə ömrümüz sel kimi axıb gedir, necə zamanımız su kimi axıb gedir, hər kəs zamandan şikayətçidir, hər kəs vaxtdan şikayətçidir. Bu da boşuna deyil. Biz demirik axır zamanda yaşayırıq, amma Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləmin hədisinə söykənərək deyə bilərik ki, axır zamanda bir il, bir ay kimi, ay həftə kimi, həftə gün kimi, gün bir saat kimi, saat da ağacın yarpağının necə ağacdan düşüb yerə enirsə, o zaman dilimi qədər sürətlə keçər. Və bunu əfsuslar olsun ki, hamımız yaşayırıq, hamımız zamandan şikayətçiyik. Həzrət Əli əleyhissalam buyurur ki, fürsətlər də bulut kimi ötüb keçir. Ötən buludu tutmaq olmaz, geriyə qaytarmaq olmaz. Amma neyniyək? Biz xeyir fürsətlərini qənimət bilək. Bir çox fürsətlər var, mənfilərini elə bulut kimi ötürək geçsin, amma xeyir fürsətlərini həyatımızda qənimət bilək. Digər bir kəlamında isə mübarək imam buyurur, Mən kəsura ləhvuhu qallə aqluhu. Əyləncəsi çox olanın ağlı azalar. Bugün görürük ki, elə əlimizdə olan o sosial şəbəkələrin bir çoxsunun içərisində əyləncələr mövcuddur. Və əvvəllər deyirlər, dostunu göstər, sənin kim olduğunu deyim. İndi bəzən görürsən insanın geyim tərzi, hətta rəng seçimləri belə onun xarakterindən xəbər verir. Dostluq elədiyi əgər müxtəlif sosial şəbəkələri və o sosial şəbəkələrin ona təlqin etdiyi müəyyən proqramlar, oyunlar, fikirlərdirsə, onun həyatında da bunu açıq-aşkar, rahatlıqla seyr etmək, görmək mümkündür. Və Həzrət Əli əleyhissalam buyurur ki, kimin əyləncəsi çoxalarsa, oyun oyuncağı çoxalarsa, deyib gülməyi çoxalarsa, ağlında azlıq, qıtlıq əmələ gələr. Son olaraq bunu da deyim ki, Uca Rəbbimiz Quran-ı Kərimin bir ayəsində buyurur, فَأَيْنَ تَذْهَبُونَ. Çox ağır bir ayədir. İnsanların o pərişan halını görəndə, insanların dağınıq fikrini görəndə, insanların ümumiyyətlə dərbədər bir halını görəndə bu ayə bizim yadımıza düşür. Bu ayənin mesajı bizi titrədir, sirkələdir ki, فَأَيْنَ تَذْهَبُونَ. Hara gedirsiniz? Rəbbimizin xitabıdır. Hara gedirsiniz? Məyər düşünməyin vaxtı deyilmi? Məyər ibrət almağın vaxtı deyilmi? Məyər bir mömin olaraq toparlanmağın vaxtı deyilmi? Əlimizə aldığımız o telefon ya bizi haqqa aparır, yaxud da haqdan aparır. Burada vicdan mexanizması işə keçir. Haqqa və ya haqdan apardığını vicdanımızın səsi bizə pıçıldayır ki, biz o əlimizdəki telefonla, onun içərisindəki sosial şəbəkələrlə,
yazdığımız mesajlarla, ünsiyet kurduğumuz insanlarla, baktığımız videolarla ya hakka doğru gedirik, o zaman Rabbimiz bizden razı kalmış olur, yaxud da haktan gedirik ki, uca Rabbimiz akıbetimizi hayırlı etsin. Cümleniz mübarek olsun.